Qadının ya kişinin cinsi yox. Biz hamımız pulun kodu 888-dir. Elə kişilər var, götürürlər qadının alt paltarlarını götürüb aparıb satırlar. Kızlar var, 20 yaşı vardı, 18 yaşı vardı. Bundan fəxr edilir. Bundan fəxr eləmək olar. İnsanlar varlı adamlara düşmən kimi baxırlar. Pulun gəlməsi üçün insanlar hansı yönümdə istiqamətlənsinlər, bunlara pul gəlsin. Get, sidiyi iç. Bakirə qızın qanından götür süt. Evinizdə əgər mənfi enerjisi varsa, əlinizə bir dənə bilə tutursunuz. Həqiqətən də qismət, talih, alın yazısı deyilən bir şey varmı? Bəzi qadın müəllimləri bundan sonra məni söyləyəcəklər. Çünki nəzərdir, gözdür, cadudur, əməl. Həmin o pampeslərdən sonra insanlar əbədi həyatı tapmaq istəyirlərsə, gəlsinlər. Salam dəyərli izləyicilərimiz, hər birinizi xoş gördük. Bizim bucaqdasınız. Bizim bucaqda bu dəfə parapsixologiya elmindən danışırıq. İnsanların ona yanaşmasından, nə dərəcədə insanlar üçün əhəmiyyətli olduğundan söhbət açmışıq. Məsələ ilə bağlı həm söhbətim isə parapsixologiya və yoga mütəxəssisi Şahsəddin İmallıdır. Şahsəddin bəy, parapsixologiya anlayışı cəmiyyətdə çox fərqli yazılır. Parapsixologiya anlayışı nədir? Öncə biz hər yerdə Bismillahirrahmanirrahim deyək ki, işlərimiz Allahın izni ilə keçsin qabağa. Ümumiyyətlə, bizim cəmiyyət parapsixologiyasını bəzən başa düşmürlər. Çünki elə bilirlər ki, parapsixologiya sözün qabağında par olanda elə bilirlər ki, bu pul psixologiyasıdır. Amma ümumiyyətlə, psixologiya elmi ruh haqqında elmdir. Parapsixologiya ruh və onun ətrafında görünən, görünməyən elmdir. Parapsixologiya elminin tarixi çox böyükdür və bütün psixologiya elmləri parapsixologiyanın qollarıdır. Amma indi ənəvi tibbi psixologiyanı götürüb özünə, parapsixologiyanı dövlət səviyyəsində qəbul olunmur. Amma indi bizdə də bütün dünya ölkələrində 40 ölkədə o cümlədən parapsixologiya institutları var. O cümlədən də indi bizdə Bakıda Dövlət Universitetində parapsixologiyanın doktoranturası artıq 4 ildir tədris olunur. İnsanların ən çox maraqlandığı mövzulardan biri də 6-cı hissdir. Həqiqətən belə bir hiss mövcuddurmu? Bu 6-cı hiss hamıda var. Hamıda var. Hətta indi oturubsuz həmin yerdə onun 6-cı hissi var. Niyə? Onu bir varlıq yaradıbdır. Hər bir varlıqların 6-cı hissi var. İndi biz buna ekstrasens deyək. Bəziləri deyirlər, mən ekstrasensəm, cəmiyyəti alladırlar, mən vergiliyəm. Bunlar hamısı yalan şeylərdir. Yəni, hər bir insan ekstrasensdir və hər bir insanın 6-cı hissi. Biz buna 6-cı çakra deyirik. Bu hamıda var. Hətta ağcaqanadda. Baxın, görün, ağcaqanad evə girir, hamının qanını içmir, seçir. Kimin qanı içməlidir için. Bu deməkdir ki, ağcaqanadın da bəslə gözü var. Yəni, hissi var, 6-cı hissi. Sadəcə olaraq Allah insanı bütün varlıqların şahı eləyibdir və o varlıqları bizə tabi edibdir. Bu dərəcə söhbəti. Kimdəsə azdır, kimdəsə çoxdur. Kimdə azdırsa, gəlin biz kömək edəcəyik. Yəni, Allahın iznlə kömək edib onu daha da gücləndiririk. Enerji anlayışı tez-tez hallanır. İnsanların enerjisi nədir və bu enerji gündəlik həyatımıza necə təsir edir? Bilirsiniz, bu enerjinin azlığı, çoxluğu yoxdur. Biz yenə müqəddəs kitabımıza qayıdacaq ki, Allah öz mərhəmətini hamıya bərabər paylayır. Enerjisi olmayan insan yoxdur. Hamıya enerji. Sadəcə olaraq insanların Allahdan götürülmüş sınaqları vardır. Dediyimiz qismətdir, talihdir. Ruh, can sabitdir. O ruh can bədənə girir, bədənə girəndə təkamül başlayır. Və ona görə də kimdəsə enerji az olur, kimdəsə çox olur. Məsələn, baxın uşaqlara 1 yaşından 7 yaşına qədər necə enerjili olurlar. O cümlədən 13-14 yaşına qədər, 15 yaşına qədər uşaqlıq vaxtı, yeniyetməlik vaxtı, bir də ki 20-21 yaşında deyirlər ki, cavanların yerlidirlər. O nədir? Bu o deməkdir ki, enerji axınları yaşla əlaqə olur. Amma elə insanlar var ki, özlərində işləyirlər
Məsələn, namaz qılanlardır, oruç tutanlardır, zikr edənlərdir, yoqadır. Məsələn, bizim operatorumuz kimi yaradıcı insanlardır, rəssamlardır, şeir yazanlardır. Onlar istənilən yaşda enerjilər çox var. Səhər-səhər bir mənim pasiyent yazıb ki, 55 yaşım var, mən ailə qura bilirəm, dilim niyə də yox. Sevgim vaxtı var. Demək, enerji vaxt zaman söhbətinə aid deyil. O, insan necə fikirləşir, elə də yaşayır. Ona görə də enerji bizim həyatımıza çox təsir edir. Şahsəddin bəy, yuxular necə? Yuxular parapsixologiya baxımından nəyi ifadə edir? Gələcəklə bağlı xəbər verən yuxular varmı? Bilirsiniz, bu yuxular söhbəti çox önəmlidir. Mən bir neçə dəfə bu sahəni belə deyək, çox araşdırmışıq. Baxın, biz əslində qədər yoğun nöqtəyə nəzərlə baxanda biz bu anda yuxu halındayıq. Eyni vaxtda ayığıq, eyni vaxtda da yuxu halında. Amma bəzi insanlar gün ərzində hansı problemləri var, o problemləri həll edə bilməyəndə onu axşam yatmamışdan qabaq fikirləşirlər, gecə yuxularına gəlir. Var dünyəvi yuxular, var gələcəkdən, var ilahi yuxular. Yəni bunu ancaq barmaq izlərimiz fərqli olduğuna görə hər bir insanın yuxusu tam fərqli və fərqlidir. İndi düz kitabları yazıblar, yuxu kitabları, cəmaət alladılar. Gedib də kitaba bax görür, ilan nədir? Tutaq ki, insan yuxuda ilan cavab. İlan eyni vaxtda müdriklikdir. Eyni vaxtda sürünməkdir ki, mən sürünürəm. Eyni vaxtda düşməndir. Eyni vaxtda da zəhərdir. Dilimin altında bal yoxdur. Ona görə yuxuları hər bir insanın tam fərqli və fərqli biz yoxlaya bilərik. Amma ümumi olaraq yuxuları deyə bilmərik. Gələcəyə bağlamaq olar? Olar, əlbəttə. Gələcəyi hamı bilir. Tək mən bilmirəm ki, siz də bilirsiniz, operatorumuz da bilir, hər bir insanlar bilir. Amma sadəcə olaraq biz öz ruhumuza uyğun hərəkət edirik. Çünki hər bir insanda tam fərqli və fərqlidir. Siz öncəki sualda qismətlə bağlı incə bir məqamlara toxundunuz. Həqiqətən də qismət, taley, alın yazısı deyilən bir şey varmı, yoxsa insan iradəsinə bağlıdır? Bilirsiniz, bəzi belə deyək ki, insanlar bunu özlərinə belə deyirlər ki, neqativ kimi başlayırlar. Amma ata, ana uşaq haqqında müqavilə var. Biz öncədən bu dünyaya gəlməmişdən qabaq müqavilə bağlayırıq. Amma müqavilədə, yəni dediyiniz o alın yazısı, qisməti, taleydi var. Amma burada bir əmma var. Əmma nədir? Sərbəst iradə var. Müqəddəs kitabımız Allah da Quranda bizə buyurur ki, sizi bütün varlıqların şahı elan edən. Bu nə deməkdir? Sərbəst iradədir də. Hər bir insan şah və şahzadədir və heç kim burada qul deyil. İnsanlar müqəddəs kitabımızı başa düşmürlər. Burada biz Allahın quludur deyəndə bizim bu bədənimiz, alətimiz, ruhumuzun, canımızın quludur. Yəni dediyimiz o sizin sualınız qismət, taley, alın yazısı var. Amma sərbəst iradə də var. İnsan istənilən vaxtda fikrini dəyişə bilər. Allahdan götürdüyümüz sınaqlarımız var. Amma sərbəst iradəmiz var. Sərbəst iradəyə kim malik deyil? Uşaqlardır, valideynlər uşağı sərbəst buraxılması və bir də əqli şuuru zəif olan insanları, əqli şuurunda zədəsi olan. Hər bir insan 20-21 yaşından sonra məsuliyyət daşımalıdır. Mən bilmirəm, bacarmıram, söhbət yoxdur. O cümlədən gələcəkdə o dediyiniz o hadisələr 1 deyil, 10 deyil, 1000 deyil, 10.000 deyil, 100.000 deyil. Ona görə gələcəyi hamı görə bilər, amma sərbəst iradəsini dəyişə bilər. Şahsəddin bəy, bəzi insanlar dejavu hissini yaşadıqlarını deyirlər. Bunu bizə necə izah edə bilərsiniz? Bu dejavu fransız sözüdür. Keçmişdə yaşadığımız hadisələri. Müqəddəs kitabımızda Allah da Quranda bizə buyurur da, öncə hamımız boşluqdaydınız, sonra dünyayı dəyişəsiniz, gələsiniz mənim yanıma. Demək, hər bir insan təkrar doğulur. Bu anda mən içəri girəndə sizdən nə hiss elədim? Həmən bədənim istiləşdi. Demək, bizim hardasa, hansı həyatda bir-birimizdən yaşamışıq. Və bəzən baxır, şəhərdə gedirik, bir insanı görürük, tüylərim ürpəşir. Bax, mən danışıram, sizə danışdım, tüylərim ürpəşdi, dərim ürpəşdi. Bu nə deməkdir? Biz öncədən yaşamışıq və bu hadisələri bəzən təkrar onları yadımıza gəlir. Və bəzən insana baxırıq, deyirik ki, insan bu nədir? Bunu hardasa görmüşəm. Bəlkə deyirik, 1000 il bundan qabaq görmüşəm. O həqiqətən də elədir. Yəni, biz keçmiş, gələcək, indidən hamısı bir müstəvidədir. Və ona görə də biz istənilən vaxtda o yaddaşda, dejavu ilə yaşayırıq. Parapsixologiya ilə din və elm arasında hansı əlaqələr və ziddiyyətlər mövcuddur? Parapsixologiyanın dinlə heç bir belə deyək ki, ziddiyyət yoxdur. Sırf əksinə, parapsixologiya elmi insanın ruh və onun ətrafında görünənləri
məqsədi, prophesyonun əsas məqsədi nədir? İnsanın Allaha bağlanmaqdır. Bəqərə surəsində Allah bizə nə buyurur? Sizin ipiniz Allahın ipinə bağlansa, o ip heç vaxt qırılmaz. Və parapsixologiyanın məqsədi insanları dinə bağlamaqdır, Allaha bağlamaqdır ki, insan özünü dərk etməlidir və insan doğuluşunun məqsədi bura yeyib-içib nəsil törətmək yox. İnsan doğuluşunun məqsədi ruhun oyanışıdır, aydınlanmadır və burada əsas məsələ birdir. Bütün parapsixologiyanın, o cümlədən də dini məqsədi insanları qəflət yuxusundan oyatmaqdır. Biz də o işlə məşğuluq. Bütün dünyada bu belədir. Sizdən başqa da dünyada parapsixologiya elmi ilə məşğul olan insanlar var. Yoxsa hər kəs elə bu cür düşünür, belə bir qaydadır? Yox, fikirlər ayrılır. Çünki mən yoga mütəxəssisi olduğuma görə parapsixologiyanın bəzi şeyləri var. Onları demək olar ki, qəti qəbul edəmirəm. Çünki astrologiyadır, xiromantiyadır, əl cizgiləridir, falçılıqdır, qoroskopdur. Bunlar hamısı insanları cəhalətə alladır. Onlar insanları aldatmaq əməldir, cadudur. Bu insanları aldatmaqla məşğuldurlar. Ona görə parapsixologiyanın bəzi demək olar ki 60-70%-ni mən qəbul eləmirəm. Çünki hər bir insan biz insanları qəflət yuxusundan oyatmalıyıq. Biz insanları cəhalətə aparmamalıyıq. Şahsəddin bəy, insanlar arasında belə bir fikir var ki, bu dünya bir imtahan dünyasıdır. Əsl dünya, əbədi həyat o dünyadadır. Siz necə bir parapsixoloq olaraq bu fikirlə razısınız? Bəli, əlbəttə. Mən onu razıyam. Mən bütün gün onu yaşayıram. Çünki mən yoga həyatı yaşayıram. Biz nəfəs alanda doğuluruq, nəfəs verəndə bu dünyanı atırıq. İnsanlar əbədi həyatı tapmaq istəyirlərsə, gəlsinlər yoga ilə məşğul olsunlar. Biz əbədi həyatın bir parçasını yaşayırıq. Biz belə deyək ki, nəzəri ilə çox məşğul olmuruq. Biz sırf praktika ilə məşğul. İnsanları öyrədirik ki, Allahı dərk eləmək lazımdır indi və bu anda. Quran sözünün kökünü siz özünüzə sual verirsiniz, nədir? Qur, yenidən qur, an. Bu anda ol. Biz yoqlar, biz hər anda nəfəs alanda doğuluruq, nəfəs verəndə bu dünyada və hər anda yahu deyirik. Allaha hər 24 saat Allahı ibadət edirik. Biz o dünyaya getməmişdən Allahı burada dərk eləməliyik. Ora getməmişdən qabaq yox. Orada əbədi həyat var. Bəli, əbədi həyat var. Biz sadəcə olaraq bir formadan başqa formaya gedirik. İstəyirsiniz ona bir bazada sizə aydınlıq verim. Adi suyun aşağısı bir 7 həyatı var. İzah eləyək. Birinci suyu biz götürürük krandan. Birinci həyatı qaynadırıq. İkinci həyatı içirik. Üçüncü həyatı. Biz onu sidik kanalından çıxır, dördüncüdür. Beşinci gedir yerə, altıncı regenerasiya olur. Yeddinci qalxır güya buxar halında qayıdır. Suyun 7 milim həyatı var. Bizim bədənimizin neçə faizi sudur? 80-90%. Biz necə ölə bilərik? Biz sadəcə olaraq bir haldan bir hala getirik. Sadəcə olaraq bəzi insanlar bunu niyə görmür? Çünki insanların diqqət mərkəzi maddi dünyada. İnsanların bu anda problemləri din davası deyir, hamı un davası edir. Amma belə deyək ki, insan zəngin olmalıdır, həm maddi, həm mənəvi. Amma sırf fikrimizi yeyib-içib nəsil törətmədən üçün çalışmamalıyıq axı. Ona görə insanların fikirləri maddiyyatda olduğuna görə belə şeyləri dərk eləmirlər. İnsanlar arasında belə bir fikirdə formalaşıb ki, pulun öz enerjisi var, biz onu qəbul eləməliyik, o enerjini özümüzdə formalaşdırmalıyıq ki, pul gəlsin. Pulun enerjisi nədir, necədir? Necə izah eləyərsiniz onu? Pulun gəlməsi üçün insanlar hansı yönümdə istiqamətlənsinlər ki, o enerjini ala bilsinlər və onlara pul gəlsin? Birinci başa düşməliyik ki, varlıq sözünün kökü nədir? Biz varlığıq. Biz insan deyilik. Biz bu insan varlığı, bizim aləmdə bütün varlıqlar var da. O cümlədən heyvan varlığı, quş varlığı, mikrop varlığı və o cümlədən də insan. Biz insan deyilik. Bu alətin yəsi varlığıq. Varlıq sözünün kökü nədir? Varlı olmaqdır. Biz öncədən hamımız varlıyıq. Sadəcə olaraq qıtlığı insan özü yaradır. Mən bilmirəm, mən bacarmıram. Allah bizi mükəmməl görür. Allah bizi yerin əşrəfi görür. Biz özümüzü dərk eləmirik. Bu bizim özümüz günahımızdır. Qıtlığı insan özü yaradır. Və pulunda enerjisi vardır. Pulun enerjisi nədir? Dəmi dəm gətirir, qəmi qəm gətirir. İnsan necə fikirləşir, elə də yaşayır. Baxın, görün, kesin Azərbaycanın küçələrinə, küçələrə baxın. Görün, insanlar varlı adamlara düşmən kimi baxırlar. Varlı adamlara düşmən kimi baxmaq lazım deyil. Axı nurdan çıxan bütün zərrələr bərabərdir. Varlı adam bizim iş yeri yaradır, o bizə pul verir, o işi yaradır. Demək, biz insanları hamımızı sevməliyik. Çünki nurdan çıxan bütün zərrələr bərabər. Qıtlığı insan özü yaradır. Yoxsa kasıblı yaradan insanın özüdür.
tənbəllikdir deyək. Onda belə başa düşülür ki, kainata ötürülən mesaj sözü doğrudur. Bəli, və ikinci bir səmtdən hər bir insan 8 rəqəmidir. 8 rəqəm. Pulun kodu 8-dir. Pulun kodu 8-dir. Düzdür, mən astrologiyanı, numerologiyanı qəbul eləmirəm, amma mən başqa nöqteyi nəzərdən deyirəm. Baxın, Allah bizə şad damarından yaxındır. Və eyni vaxtda da bizim yerdə bir dostumuz var. Kimdir? O da Allahdır. Biz Allahın içindəyik, Allah bizim içimizdədir. Biz 8 rəqəmiyik. Hər birimiz. Demək, pul hardan gəlir? Allahdan gəlir. Və bizdə 3 hissəyik. Ruhdur, candır, bədəndir. Demək, pulun kodu 888-dir. Biri ruhdur, biri candır, biri bədəndir. Bizim hər anda da 888 Allaha bağlıdır. Biz dönüş yerimiz ora getməmişdən qabaq o bizim içimizdədir. Bəs insanlar necə eləsin ki, daimi pul enerjisi ilə təmasda olsunlar, o enerjini qorusunlar və onlara pul gəlsin? Allahla rabitəmiz güclü olmalıdır. Biz özümüzü varlı hiss eləməliyik. Biz qıtlığa qoymalıyıq bir səmtə. Biz özümüz varlığıq. Hər şey düşüncəyə bağlı. Hər şey düşüncə, insan necə fikirləşir, elə də yaşayır. Qızıl gülə baxan insan, orada kimsə orada tikan görür, kimsə orada qızıl görür. Mən bütün gün qızıl gülün çayını içirəm. Bu nə deməkdir? Deyəndə mən qızıl gül çay içirəm, mən deyirlər, sənin işin gücün yoxdur. Aynı biz bunlara nə deyək? Çünki insan necə fikirləşir, elə də yaşayır. Bizim atalar sözümüz çox gözəldir. Əsl parapsixoloq bizim nənələrimiz, babalarımızdır. Çünki deyir, dəmi dəm gətirir, qəmi qəm gətirir. Pul da onun kimi. Demək, pul kimi sevir? Pul onu sevir ki, insan ona qadirdir. Bizim damarımızda qan olmasa, biz hərəkət edə bilərik, qan az olsa şumuzu itirəcəyik də. Biz ağlımızı itir. Demək, pulunda bizim pulumuz nə qədər çox olsa, o qədər yaxşıdır. Amma bu o demək deyil, biz pul xəstəsi olmalıyıq. Biz eyni vaxtda həm maddi, həm mənəvi. Eyni vaxtda Allaha dərk eləməliyik, dinlə məşğul olmalıyıq, eyni vaxtda da pul qazanmalıyıq. Amma nə qədər pulumuz çox olsa, o qədər yaxşıdır. O kim ki deyir, pul əlçəşidir, bilin ki, onlar sadəcə olaraq enerjini başa düşmürlər. Və onlar negativi yayırlar insanlar arasında. Şahsəddin bəy, insanlar çox vaxt qoruyucu dualar, enerji, fal kimi mövzulara da üst tuturlar. Siz bəs bu məsələyə necə yanaşırsınız? Bilirsiniz, insanlar ümumiyyətlə əzəldən bu, belə deyək ki, dünya yaranandan insanlar həmişə belə deyək ki, bu falçılığa, cadügərliyə meyilli. İnsanlar problemləri həll eləmək istəmirlər. İnsanlar problemdən qaçırlar. Və problemdən qaçanda mən bilmirəm, mən bacarmıram, gedib atırlar əməlin boynuna, cadın boynuna və gedirlər falçıların yanına. Falçı da bayaq dediyimiz kimi, o gələcəkdən 2-3 dənə variantı görür və deyir ki, sənin problemin buradadır. Get sidiyi iç. Ayıbdır, adamın gülməlidir. Get sidiyi iç. Get ad nədir? Bakirə qızın qanından götür süt filan yerə. Ayıbdır, cəmaatı belə vəziyyətdə aldatmaq olmaz. Cəmaatı belə kör-körənə və məsələ bundadır ki, günüz vəziyyət buradadır ki, həmin yerə savadlı insanlar gedir. Bayaq biz danışdıqda biz mühəndisik. Baxın görün, mühəndisin ora getməyi hansı səmtdən doğrudur. İndi savadsız adamı biz başa düşərik ki, savadı yoxdur. Avuldan gəlibdir, kətdən gəlibdir, elm bilməyibdir. Axı bura savadlı insanlar gedirlər bunların yanına. Amma biz parapsixologiyada insanın özünü öyrədirik. Evinizdə əgər mənfi enerjisi varsa, heç cadügərin falçı heç getmək lazımdır. Əlinizi bir dənə birə tutursunuz, sol əlinizi sağ əlinizi bir dənə belə qaldırırsınız. Negativ enerjini yolluruq, yerin mərkəzində pozitiv enerjini qaldırırıq yuxarı. Biz hər bir insan parapsixoloqdur. Mən insanı öyrədirəm. Mən insanları qorxutmuram ki, siz məndən asılı olma. Hər bir insan öz problemini özü həll edə bilər. Və parapsixoloqun da məqsədi özü kimi insanlar yetişdirməkdir ki, insan öz problemini özü həll eləsin və insanları aldatmaq lazım deyil. İnsan psixologiyası ilə parapsixologiya arasında sərhəd harda başlayır, harda bitir? İnsan bayaq dediyimiz kimi, insan alətdir. Bu alətdir. Biz aləti yiyəsi ruhla candır. İnsan psixologiyası çox məhduddur.
Amma biz bəsirət gözümüzü, qəlbimizin gözünü 4-cü çakranla 6-cı çakranı açanda parapsixoloq kimi hər bir insan yetişə bilər. Amma adi insanlar parapsixoloji elmini o qədər dərk eləmirlər. Çünki burada bəzi şeylərə məsələn mən sizlə danışıram, başqa cür danışıram. Sola baxıram, başqası, sağa baxıram, başqa. Çünki energetika hər yerdə tam fərdi və fərqlidir. Adi insanlar bunu dərk eləmirlər. Amma hər bir insanı bunu öyrətmək olar. Hər bir insan öyrənə bilər. Qorxu, stres, daxili gərginlik insanın enerji sahəsinə necə təsir edir? Bizim planetdə ən bir qorxulu şey bu qorxudur. Çünki qorxu düzdür, var təbii qorxular, var süni qorxu. Məsələn, təbii qorxu yolda keçirik svetofordan ola bilər ki, sürücü, qarşıda gələn sürücü sərxoş olsun. Qırmızı işıqda bizdən keçər, bizi vurar. O özümüzü qorursa bu təbii qorxudur. Yaxud yaşamaq qorxusudur. Yolun üstündə keçiriksə ağacdan bir nəsə başımıza düşə bilər. O təbii qorxu. Amma süni qorxular nədir? İnsanlar bəzi şeyləri böyüdürlər. O cümlədən də insanların beyninə salan bu viruslardır. Nəzərdir, gözdür, cadudur, əməldir. İnsanlar belə şeylərdən çox qorxurlar və bəzən də stresə, depressiyaya düşürlər. Yaxud liftdən minmək qorxusu, təyyarəyə minmək qorxusu, it bir də həm onu dişləyibdi, itdən qorxurlar. Bunlar hamısı fobiyalardır. Bunlar da hamısını biz Allahın izni ilə kömək edirik, aradan qaldırırıq. Tamaşaçılarımıza gündəlik həyatlarında enerjini qorumaq və ruhən balansla qalmaq üçün hansı tövsiyələr verərdiniz? Ən böyük tövsiyə biz ürəyimizi açmalıyıq, qəlbimizi açmalıyıq, bəsirət gözümüzü açmalıyıq. Baxın, sevgi bütün dərdlərə dərmandır. Bu, bədən sevgisi yox ha. Biz sevgidən danışanda bəzi insanlar da elə bilirlər ki, biz adi bədən sevgisinə, biz ilahi sevgidən danışırıq. Biz qəlbimizi açanda hər yerə sevgi yox. Bax, indi burada mən duracağam, mənim sevgim qalacaq burada. Mən duranda buna sağ ol deyəcəm. Oturduğum yerə. Niyə? Çünki bunu hansısa bir insan yaradıb. Enerji hər yerdədir. Amma ən böyük sevgi bizim sevgimiz. İstəyirik ki, hər yerdə, məsələn, hətta o neqativləri parçalamaq, vampirləri aradan götürmək üçün biz qəlbimizi açaq və sevgi buraxaq. Və sevgi olan yerdə, insan sevgi, sevmiş, xoşbəxtlik olan yerdə orada neqativ enerji təsir eləməz. Bəs müqəddəs kitabımız nə deyir Quranda? Deyir, insanlara xoş söz deyin, xoş söz sədaqədən üstündür. Biz nə edirik? Bizim üzümüzdən zəhərmar yağır. Belə birimizə belə, bu hamımıza düşmən kimi baxırıq. Niyə? Qəlbdə sevgi yoxdur. Ona görə sevgini aşmalı. Sevgi də hardan gəlir? Allahdan. Sevgini bizə qarşı cins vermir. Bəzi insanlar elə bilir ki, mən sevirəm, qarşı cins mənə sevgi vermir. O sevgi deyil. Sevgi bizim daxili potensialımızdır. Biz onu açanda insanlar bizim ətrafımızda hamısı fırlanır. Bizə heç kimin sevgisi lazım deyil. Ona görə də sevgi bizim daxilimizdə açıb ətrafımızı nə etməliyik? Nurlandırmalıyıq. Şahsəddin bəy, dövrümüzdə təəssüflər olsun ki, son zamanlar qadınlarda daha bir sərt məqam yaranır, belə desək, kişiləşmə, kişilərdə də bir incəlik, yəni hormon dəyişikliyi baş verir, cinsi azlıq yaranır. Bunların səbəbi nədir? Siz burada bir neçə belə deyək ki, səbəb nəticə var. Öncə birinci biz bilməliyik ki, ya qadının ya kişinin cinsi yoxdur. Biz hamımız ruhuq. Sadəcə olaraq ruhla can bədənə girəndə forma halına düşür. Ola bilsin ki, birinci suallardan birində cavabında odur ki, biz məsələn ailə quran vaxtda qadın deyir ki, kişi olsun, mən kişi oğlan istəyirəm. Tutar ki, yoldaşı deyir ki, qız olsun. Bəzən baxsan ki, burada düzü müqəddəs kitabımız Quranda bizə deyir ki, 4 aydan sonra ruh verilir. Amma biz parapsixoloq nöqteyi nəzərindən biz deyirik ki, müqavilə qabaqdan var. Hətta cinslər ailə qurmamış, müqavilələr bağlanır və o uşaq gəlib ana bətninə girib çıxır. Və bəzən baxsan ki, həmin o dediyimiz valideynlər onu formalaşdırırlar. Qızı oğlan kimi, oğlanı qız kimi. Bu bir. İkincisi, ailə tərbiyəsi. Baxın, görün, indiki məktəblərdə müəllimlərin çoxu kimdir? Qadınlardır. Kişi ovçudur, qadın ocağın başındadır. Məktəbdə kişi böyüməsi üçün bir kişi olmalıdır. Düzdür, bəzi qadın müəllimləri bundan sonra məni söyləyəcəklər. Çünki qadın oğlanı tərbiyə eləmək üçün birinci kişi lazımdır.
qadın ondan çox yumşaq danışır. Çox yumşaq danışır, əzizdir və qadınlarda kişi hormonu, kişilərdə qadın hormonu. Bu iki. Üçüncüsü ailə münaqişələri. 90-cı illərdən bu səmtə uşaqlar bilirsiniz nə ilə böyürlər? Bilirsiniz də pampers ilə böyürlər. Öncə belə şeylər yox idi. Bizim nənələrimiz, babalarımız sadə əski qoyurlar. Və həmin o qoyulan pamperslərdən sonra insanlar CD-yə gedə bilmirdilər. Və o da birbaşa cinsə təsir edirdi. İndiki uşaqlar var 3 yaşında, 4 yaşında pampers taxırlar. Siz təsəvvür edin. Mən istəyirsiniz bunu biraz geniş izah edeyim. Baxın görün, burada demək onların artıq genlərində pozğunluq başlayır. Sonra qida sistemlərimiz. Baxın görün uşaqlar nə yeyirlər? Uşaqlara nə alırlar? Ayın oyun, çipsi, kola, bunlar da hamısı nədir? Yeni dəyişdirilmiş qidalardır. Və bunlar birbaşa təsir edir. Və bu hər şey faktoru öz gözünün qabağındadır. Və burada da hormonlar başlayır. Eyni zamanda ailələrdə münaqişələr, ailə münaqişələri və bu telefon həm dostu, həm düşmandır. İnternet, bu saytlar və insanlar bilmirlər ki, insanlar gecə yatırlar, gecə saat 2-də, 3-də yatırlar, 4-də yatırlar. Və bunlar hamısı birbaşa təsir edir genlərin pozulmasına. Eyni zamanda valideynlər ailə quran vaxtı qızları arxası get çırp onu, get əri, get qaynana saçın yol. Qaynana məsəlsə qızına tərbiyə verməkdən, bu mən bir tərəfli mövqe tutmuram. Bu həm oğlana da ki, həm oğlana, həm qıza aiddir. Biz münasibətləri elə qurmalıyıq ki, ailə münasibətləri düzgün getsin. Və kişi öncədən kimdir? Ovçu. Qadın kimdir? Ocağın başında. Kişi öz vəzifəsini yerinə yetirmirsə, qadın gedir işləyir, kişi deyir ki, mənə bu siqaret pulu ver. Bu kişi ölməlidir də. Bu kişi ölməlidir ki, qadından pul istəyir ki, mənə siqaret alın. Xəstə olar, başa düşərik. Elə kişilər var, götürürlər qadının alt paltarlarını götürüb aparıb satırlar. Gedib verirlər içkiyə. Əlbəttə bu qadınla kişi arasında balans pozulacaq da. Bu dediyimiz o hormonlarda bu hadisələri başlayır. Burada həm obyektiv, həm subyektiv səbəblər var. Bunu 24 saat danışsaq az olacaq. Mən sizə qısa məlumat verirəm, amma istəyirsinizsə gəlin mən seanslar vaxtı baxın görün biz hansı problemləri araşdırırıq. Və problemləri araşdırdısa bu dediyim bu sözlər sırf praktikadır. Bu nəzəriyyə deyil. Çünki mən bütün günü bu sahədə işləyirəm. Və bunları hamısını bir-bir araşdırdısa baxırıq görür ki, problemin içindən problem çıxır, problemin içindən problem çıxır. Və bu ona gətirib çıxardır ki, axırıncı keçən ildə 49 min ailə qurulubdur, 25 mini boşanıbdır. Bu biz dünyada hamını ötmüşük. Biz dünyada hamını ötmüşük. Bu gülməli deyil, bu ağlamalıdır. Səbəb nədir? Doğru insan seçimi olmamasıdır. Burada dediyimiz kimi həm obyektiv, həm subyektiv səbəblər, valideynlərin bizim işimizə qarışması, bəzən də həqiqətən də kişilərin öz vəzifəsini yerinə yetirməsi, qızların öz vəzifəsini yerinə yetirməsi. Bəzi qızlar var 20 yaşı vardı, 18 yaşı vardı. Fəxr eləyir. Mən yemək pişirməyi bacarmıram. Bundan fəxr eləyir. Bundan fəxr eləmək olar. Qadın artıq özünü burada mən yenə deyirəm. Problem həm qadınlardadır, həm kişilərdə. Biz birmənalı yol verə bilməz. Çünki axı mən bütün günü burada işləyirəm. Kişi vəzifəsini yerinə yetirmir, qadın da öz vəzifəsini. Eyni zamanda qızlar idealını oğlana axtarır, oğlanlar idealını qız axtarır. Və eyni vaxtda burada boşanmaların sonra 250-300 manat aliment verirlər. Cavan oğlanlar evlənməyə qorxurlar ki, boşanacaq, ömür boyu aliment verəcək. 2 uşaqdırsa 500 manat. 3 uşaqsa 700 manat aliment. O qədər ailə qurmağa da qorxurlar. Baxın, burada dediyimiz kimi obyektiv, subyektiv səbəblər çoxdur və bu da gətirib çıxır qadınların lezbi münasibətlərini. Orada uşaqlar nə gətirmək lazım deyil ki, sevginin orada gedir. Kişilərin homoseksual münasibətlərini və yaxud heteroseksuallar və cinslərin dəyişməyini. Düzdür, bu mövzu biraz böyük mövzudur. Çünki bu tək Azərbaycanda deyil, bütün dünyada bu mövzu gündəmdədir. O cümlədən bizdə Azərbaycanda. Şahsəddin bəy, çox sağ olun. Təşəkkür edirik ki, efirimizə gəldiniz. Sevgi ilə bizlə söhbət elədiniz. Minnətdarıq sizə. Hər zaman sevgi ilə qalasınız. Təşəkkür edirəm. Allah razı olsun və inşallah gələcəkdə də biz belə deyək ki, verişləri çəkən vaxt biz daim böyük fikirləşməliyik. Böyük və insanları hər dəqiqə maarifləndirməliyik. Biz insanları qorxutmamalıyıq. Bu bizim adımızdan parapsixoloq adı altından insanları alladırlar.
sən bu gün öləsən, cadu olunub, sənə əmə olunub, sənə gözləyib, sənin evin yanacaq. İnsanları aldatmaq yox. Parapsixoloqun məqsədi insanları oyatmaqdır. Qəflət yuxusundan oyadır və başa salmaq ki, hər bir insan müqəddəsdir. Mən də sizin kimi adi insanam, mən qeyri-adi insan deyiləm ki. Sadəcə bu biz elmi bölüşməliyik və insanların ruhunu oyatmalıyıq.